Bugün sizə Donald Trampdan danışmaq fikri var. Donald Trampın təbii ki, siyasi fəaliyyətindən deyil, onun fizionomiyasında. İlk olaraq üzünə baxdıqda üz formasından bu insanın idarəçi bir insan olduğunu gördük. Bundan əlavə olaraq üz formasında birinci, ikinci bölgə etkini olan insanlar, yəni alın hissəsi ilə göz və buru hissəsinə qədər etkini olan insanlar zəngin insanlar olurlar və Donald Trampda da ən maraqlı özəllikdən biri də almacıq sümükləri ki var, bunlar bəlirgin, yəni ki, gözə gəlməlidir. Bu insanlar da risk almağı sevən insanlardır və başladığı bir işin sonuna qədər çıxmadısa dayanmazlar. Bundan əlavə olaraq da hər kəs Donaldın gülmə məsələlərini deyir. Gülmə məsələlərində ilk gördüyümüz ağız forması, ağızda ağzın özünün, dodaqların alt və üstünün və yaxud qalın nazik olması və eyni zamanda dodaq kontuslarının bir çox məlumatlar var. Bizə bir çox məlumatlar verir. Yəni ki, Donald Trampda gördüyünüz kimi ağız kontusu yuxarı olan insanlar yeyib gülməyə, belə məsələlərə meyilli olur. Bundan əlavə olaraq ən maraqlı isə saç forması. Saçı sarı olan insanlar da cəsarətli insanlar olur. Cəsarətli qərar verməyə, addım atmağı bacaran insanlar olurlar.